Salam aleykum. Deməli, metilin qrupu olmayan doymuş bir atom spirt. Spirt necə yazılır? Karbon N, H2N plus 2O, ümumi atom 3N üstə gəl 3 bərabərdir 15, 3N bərabərdir 12, N bərabərdir 4, 1, 2, 3, 4 dənə karbon yazıram və deyir metilin qrupu yoxdur. Hal-hazırda burada metilin qrupu var. Yəni OH qrupu hara birləşsə, yəni metilin qrupu var. Ona görə biz bunu gətirib bu vəziyyətə salırıq və OH qrupunu bura birləşdirir və hidrogenləri düzəldərkən biz burada metilin qrupu, yəni CH2-nin olmadığını görürük və burada üçlü karbon var. Nöqtə qoyduğum karbon üçlü karbondur, bu doğrudur. Mis 2 oksidlə birli spirt oksidləşəndə aldehid, ikili spirt keton verir, amma üçlü spirt oksidləşmir. Bu üçlü spirtdə ona görə ikinci ifadə səhvdir. 2 metil propen necə yazılır? Bu şəkildə və bunun üzərinə su gələndə hidrogen 2 qatda hidrogeni çoxa, OH 2 qatda hidrogen aza birləşir və biz bunu əldə edə bilirik. Aldehidin hidrogenləşməsindən alına bilər. Aldehidlər hidrogenləşəndə birli spirt alınır. Bu isə bu üçlü spirtdir. Ona görə doğru cavab burada 1 ilə 3 olacaq. Bu sualda deməli stearin turşusu deməli qliserinlə bərk yağ əmələ gətirir. Bu qliserindir. Və gliserin artıq deməli bərk yağ əmələ gətirən sonra bərk yağın üzərinə natrium hidroksid əlavə eləyəndə bu zaman oradan bərk yağ natrium OH-dan gliserin və bərk sabun, yəni ki uyğun, yəni buradakı stearin turşuda stearin turşusunun natrium duzunu əmələ gətirəcəkdir. Ona görə də burada X gliserin, Y natrium hidroksid olacaq. Hidratlaşmasından 3 metil butanon alınan. Deməli 3 metil butanon necə yazılır? Bu şəkildə yazılır və burada bu nəyin hidratlaşmasından bu qabaq belə idi. Karbon H3, karbon H, karbon H3 və bu şəkildə idi. Bunun üzərinə su gələndə hidrogen 3 qatlı hidrogeni çoxa, OH isə deməli 3 qatda hidrogeni aza birləşdi, 2 qat oldu və bu zaman 2 qata birləşən karbon OH-dakı OH-ı saxlaya bilmir və onun OH-ındakı hidrogen 2 qatın sağ tərəfinə keçir. Və bu zaman buradan həmin bu birləşmə əmələ gəlir, 3 metil butanon əmələ gəlir. Və indi biz öyrəndik ki, deməli bizə lazım olan maddə buymuş. Yəni bu maddənin üzərinə hidrogen gələndə indi yəqin ki tam hidrogenləşmə yazıbdır. Bu zaman bunlar CH2, CH3 olacaq və nömrələyəndə olacaq deməli 3 metil, deməli burada nömrəliyində üzrəm 2 metil butan olacaq. Çünki biz şaxə tərəfdən nömrəliyə olacaq 2 metil butan. Nömrələnmədən sonra adlandırma olacaqdır. Yəni tam hidrogenləşmə məhsulu 2 metil butan. Deməli indi növbəti məsələyə baxırıq. Doymuş bir əsaslı karbon turşusu və spirtdə karbon atomların sayı eynidir. Yəni karbon N, H2NO2 bu turşunundur. Karbon N, H2N plus 2O spirtindir. Bu 14N plus 32, bu 14N plus 18. Bunların cəmi 28N plus deməli 50'dir. Amma burada mürəkkəb efir əmələ gələndə buranın 18 su tərk eləyəcək. 28N plus deməli 32 eləyəcəkdir. Yəni bu mürəkkəb efirin də nisbi molekul kütləsini biz müəyyən elədik. İndi yazıram deməli karbon N, H2N deməli O2 bu turşudur. Karbon N, H2N plus 2O bu spirtdir. Buradan əmələ gəlir mürəkkəb efir və su. Bu 4,4 qram. Buraya yazıram 14N plus 32. Bu 7,2'dir. Buraya yazıram 28N üstə gəl 32 və təbii ki buradan mən tənasiblə N bərabərdir 4 tapıram. 4'ü burada yerinə yazanda 14 vur 4 üstə gəl 32. Bunun nisbi molekul kütləsi 88 olur. 4'ü burada yerinə yazanda spirtin emiri 14N plus 18'dir. 14 vur 4 üstə gəl 18. Bu da 74 eləyir. 74 eləyir. Bizdən spirtin kütləsini soruşur. Tənasib qururuq. 4,4'ü vururam 74'e bölərəm 88'e. Doğru cavab deməli burada 3,7 edəcək.